Hörmətli izləyicilərimiz, gecənin sürprizli evini sizə təqdim edirəm. Hamının vaxtlardır o məktəbin yanında bayda. Geniş həyət, 3 otaq, istipol, kriteriyalar hamısı üst-üstə düşür. Ən böyük həyət olan evimiz satışa çıxdı, hörmətli izləyicilərimiz. 75.000 manata. Bəli, düz eşitdiniz. 75.000 manata evimiz təklif olunur. Həyətində dekorativ ağacları əkilib. Həyətinə 3-4 dənə maşın rahatlıqla daxil olur. Yaxınlığında bağçası, məktəbi, hər bir şey qaydasında mərkəzi kanalizasiyadır. Bunu da qeyd edeyim, hörmətli izləyicilərimiz. Allah ev arzusunda olan hər bir kəsə bax, belə bir ev qismətləsin, hörmətli izləyicilərimiz. Gəlin keçək, burada almasına qədər ürünlərin nazirədir. Kombinin yeri nəzərdə tutulub, qazın qrantı. Gəlin, hörmətli izləyicilərimiz. Wow. Hörmətli izləyicilərimiz. Baxın, damaşnikə qədər qoyub, xalçasını qoyub. Çıxardaq. Gəlin. Xüsusilə ahənglə rəsm əsərləri, dekorativ dizayn, işıqlar, bahalı. Bax, işıq burada qaydasında. Hər istipol. Ağ-qara, ahəngdə baxarıq, xalçasına qədər. Nə istəyirsən, belə bir ev tapmışıq sizə, alın, yaşayın. Və hörmətli izləyicilərimiz, Allah yeni ev arzusunun hər bir gözəl ev qismətləsin. Burada mətbəxli hörmətli izləyicilərimiz, mətbəxli istipoldur. Bahalı dekorativ işıqlar, xüsusi olaraq onları siz zəhmət olunca qoy qeyd edeyim. Yəni, bu evin başqa evlərdən fərqi nədir? Wow, hörmətli izləyicilərimiz, çox gözəl beğendim. Bir də ki, nəyi beğendim, bir də ama deyim. Qardaş evi çox səliqəli təmizlətdirir. Xadimə gətirib çox səliqəli təmizlətdirir. Evə girəndə evdən elə ki, o təmizlik, fərah iyi var. Ondan gəlir, ləzzət edir də mənə qardaş. Halal olsun sənə. Halal olsun sənə. Çöl evlər olur. Halal olsun, yaxşı ev ki. Bax, hər şeyi soyudur, təmizlətdirir. Pencərə sizə öz həyətinə baxır. Bax, buradan göstərə bilərsən, zəhmət olmasa operatorumuz qardaş. Öz həyətindən baxır, uşaq oynayanda rahat baxa bilərsiniz. Qoşa daşdır, keyfiyyətli yerdir. Başqa evlərdə, müqayisə evlərinin qapılar, arxaşılar. Hamam sanuzel, istipolda hörmətli izləyicilərimiz, bu ev tez satılacaq. İddia edirəm sarayda, saray postu, milyonerlər məhəlləsində. Altınla çizirəm, milyonerlər məhəlləsində. Bir yana burada gözəl bir yaşamlar. Bir yana rəsm əsərləri var, rəngi baxış, ahəng. Yəni, hərəsində bir dənə, nə bilim, elə bir şey, rəssam nəyəsə xatırlanmaq istəyib, başa düşünürəm mən. Siz başa düşərsiniz, hörmətli izləyicilər, radiatorun xətləri seçilib boşa daş, otaqlar özdə kifayət qədər genişdir. Xahiş edirəm, özdə böyük 3 otaq axtaranlar, həyəti böyük axtaranlar, məktəbə yaxın axtaranlar, küçəsi asfalt axtaranlar, bütün kriteriya, 5 dənə kriteriyanız burada üst-üstə düşür. Hörmətli izləyicilərimiz, Allah alanın da satanlığı xeyrin versin, bir dənə dəfə otaqdır da. Bir də nə beğendim? Mesela buranın avaları açıq edilir. Çox gözəldir, çox səliqəlidir. Tavan hündürlüyü təmiz 3 metr. Bu ev tez satılacaq. Düyümünü zəng edin.